Naidəyə keçməmişdən əvvəl mən istəyirəm ki, Orenburqda dünənləri biz vermişdik, deməli, şəkil ana ekrana gəlsin. Bayramova Ləman Mərdan qızı. Bilirsiniz ki, 11 mayda itkin düşmüşdü. Anasını bağlantıya qoşaq və dünən bizim efirdən sonra belə bir, bəli, tapıldı. Amma polislərin, belə deyək, dediyinə ailə inanmır. Verək ekrana. Bəli. Deməli, baxın buna, ailəyə göndərdiyi, bax bu, burada yazıb, niyə qaçdığını, niyə getdiyini. Bu da özüdür, görürsünüz hicabda. Bəli, o biri şəklini də ora qoyun. Bax, o həmən qızdır, Ləman. Yanaşı qoyun şəkilləri. Ləmandır. Bu da hicablı. Dünən polisə, ama çox güman ki online danışıq olub. Və bu 23 yaşı var. Salam əleykim. Hoş geldin hanım. Yəni qızınızın güya gəlib polis idarəsində açıqlama verdiyini və qaçmasının səbəbi polisin də işi bağlaması. Buyurun, sizi dinləyirik. Biz ərizə vermişdik hansı bölgədə, müraciət elədik ki, bizim də ərizəmizi də uşaq nə gəldi dedi. Yalandan bizə dedilər ki, Tümen oblastında 7-ci bölgədə gedib ərizə veribdi uşaq. Gəlib özü ərizə verib, biz də şəklini çəkmişdik. Şəklini də onun sizə göstərmə, yollamağa ixtiyarımız yoxdur, gəlib baxa bilərsiniz. Biz advokat tutmuşuq, advokat getdi, şəkilə deyib göstər, bir də ərizəni verir. Deyib ərizə yoxdur, online video olubdu ərizə. Çox güman ki online olubdu bu, yəni ola bilər. Aha. Bəli, deyib online olub. Sonradan deyibdi, mənə dedi online deyil, mənə dedi ərizə veriblər. Qız gəlib öz ərizə yazıbdı bölgədə. Və sizdən imtina edibdi. Qız deyir ki, mən artıq ailə qurmuşam, sevdiyim insanın yanındayam. Xeyr, ailə deyil, xoş gedəm xanım. Ailə deyil, onu orada tuturlar. Siz harada, axı qızınız demir ki, məni tuturlar. Deyir, sevdiyim insanın yanındayam. Mən inanmıram. Səs də atıbdı da, xanım sizə, səs də atıbdı da. O dünən də tamaşaçılar dinlədi. Yəni o demir ki, məni tutublar. Deyir ki, mən sevdiyim insanın yanındayam. Artıq öz həyatımı qururam. Siz gec ayılmışsınız, xoşbəxt olmağı seçdim. Yox, siz gec ayılmışsınız. Bu indinin prosesi deyil ha. Qızınız bir gün olmayıbdı bu hadisə. Heç nə inanmıram. O sadəcə onun beynini yiyiblər. Vaxtında baxardınız da o beynini yiyənlərə. Yəni siz Ləmanla heç özünüz danışığa keçmədinizmi? Keçdim, eləyir, zəng eləyir, axşam tərəf, bax, telefonu belə düz tutur, heç nə görsənmir, bircə dəfə o peripiskalarda onun deyil. Mən uşağımı tanıyıram, o anasına nətər bağlı uşaqdır. Yazırlar ki, anan ölür, atan ölür, o vermir. Yəni heç sadəcə zəng eləyib özün mü göstərir? Bircə dəfə, bax, itəndən 2 dəfə biz onunla sviyaza çıxmışıq, bir dəfə belə jutki otaqda olubdu, biz onunla danışmışıq, telefonu bax, belə ciddi tutur. Danışmır. Heç nə danışmır. Yox, yəni siz deyirsiniz ki, o hansısa o dini qrupların qurbanıdır, hə? Bəli, xoş gəlin xanım. Vaxtında ayılmalıydınız xanım, o bir günə olmuyor. Bir saniyə, Elmir, bir saniyə. Aha. Biz inanmırıq da, bu savadlı adamlar inanmır. Mən də indiyə qədər inanmırdım. Sən Allah, belə şeyləri demə də bizim efirdə. Demə, düz də ola bilər, başqa efirlərdə eşidərsiniz, amma bizim efirimizdə bu cür şeyləri eşitmək, belə siz dediyiniz adamlardan danışmağı qadağan eləmişəm. Yəni olmaz. Yəni siz ağıllı başlı insansınız. Siz ona buna özünə gün ağlaya bilməyənlərə
yəni inanırsınız. Siz özünüz qızınızı tanıyırsınız. Son vaxtlarda qızınızda yaranan problemləri, xasiyyətindəki dəyişiklikləri görmüşdünüzsə, bu artıq həyəcan təbliğidir. Vaxtında. Bəli, prosto bilmədim, İndi siz sevmədim. deyirsiniz ki, biz axtarışı davam elətdirək də hələ də. Nə? Deyirsiniz ki, hələ də axtarışı davam etdirək. Bəli, xoş gedəm xanım, bəli, mən inanmıram. Mən uşağımın əlindən tutmayana qədər, mən bilirəm ki, o uşaq sektadadır. Aydındır. Bəli, Təşəkkür sektor. edirəm sizə. Təşəkkür edirəm. Axtarışlarımız gedir. Ləmana buradan müraciət edirəm. Ləman, əgər məni izləyirsənsə, səninlə danışmaq istəyirəm. Ailən sənə inanmır ki, sən öz istədiyin şəxslə ailə qurmusan. Ana müqəddəsdir. Allahdan sonra səcdə ediləcək varlıqdır. Ananı bu şəkildə incitmə, ağlatma. Bir də sənə bir şey deyim. Ata-anası xeyir duası almayan heç bir zaman xoşbəxt ola bilməz. Bunu bir dəfəlik bilin. Ananın, atasının xeyir duasını almayan, böyüyünün xeyir duasını almayan xoşbəxt ola bilməz. Ona görə buradan sənə müraciət edirəm Ləman. Bilirəm ki, məni izləyirsən. 050-501-01-47-yə zəng eləyirsən. Hətta F1-dən sonra zəng elə, səninlə danışmaq istəyirəm. Yazıq danalar. Vallahi itirəndən sonra onunla bir saniyəniz keçsin deyə bütün sahib olduqlarınızı verməyə hazır olacaqsınız. Amma o da gecdir. Gedəni geri qaytarmaq olmur. Vaxtında. Nərminə, vaxtında. Vaxtında. Nə vaxtında? Uşaqlarına sahib çıxmaq vaxtında. Efrin qabağında az qalır dürəyim var. Sən nəyə gülürsən? Sən nəyə gülürsən? Ağlamalı bir halın var sən. Sən nəyə gülürsən xanım? İki uşağı atmaq Sən bilirsən iki nədir? xəstə Mən uşaqlarımı atmamışam, xoş gedəm xanım. Sən Nədən iki bər? fiziki qüsurlu uşağı atıb qaçmısan. Uşaqları kurorta göndərmişsən, deyir atmamışam. atmamışam Atmaq deyir. nətər olur? Qızım, bəs bu Sən neçə yanında illərdir deyil də. burada? Aa. Mən elan eləyirəm. Neçə illərdir burada nələr? Baba bu yaşlı qoca qadına atmısan uşağın yerlərdə sürünür. Bax, Mən atmamışam onları, onlar mənim əlimdən aldı. əlindən alıblar. Sən dərdə düşdün, daha ərə getmədin. Nə balaların üçün qapılarda süləndi. Həyat yoldaşım Faris sonuncu dəfə bura gəlib uşağını vermək istəmir, alıb götürmək istəyir. Düz Mən də eləyir. vermirəm. Düz bu qadına siz uşaq etibar edirsiniz. Bu qadın uşağa baxandır. Niyə baxmıram? Mən Nərminin bu deyirləri əlindən alıblar uşaqları. Heç normal, heç belə özünü düşünən adam o uşaqlar, xəstə uşaqları səndən almaz. Verərdilər sənə ya da səni yalvarıb saxlayardılar. Mən buna inanıram ki, sən uşaqları atmısan. Atmısan. Zülfiyə xanım. Dalıma baxmadan qaçmısan ay qızım. Bəli, Zülfiyə Sən bunu xanım. eləmsən. O yazıq qoca arvad danışa bilmir. Nərminə, Rusiyada kimlərin var? Hə, heç kimin yoxdur. Heç kimin. Rusiyadan sənə zəng gəlib amma. Rusiya olmaz, hep töküyorlar. Türkdülər. Töküyorlar. Yox, Rusiyada Tokyo canım mənim. deyir. Mən Türkiyə ilə Rusiyanı ayırt edə bilirəm. Yox, Rusiyadan mən heç kimim yoxdur axı, mən kimizə əzər Mən neyiniyim ki, vallah. Sən indi orada kimlərin sortuya çıxıb da. Yəni Türkiyə ilə Rusiyanı ayıracaq qədər ağlım var. Mən demədim. Hə, yəni var, deyirəm sənə Rusiyadan zəng var. Ay Nərminə. Maşallah hər tərəfdən. Görsən Türkiyədə də var imiş. Türkiyədə Gürcüstanda xalam da var. var. Yox, Türkiyədə İndi xalam. Rusiyadan da var. Murad, Nə bilim, o var. valla Görürsüz? sənə həmən məlumat verim. Murad bəy, görürsüz necə qadınlar var? Siz yoldaşınızın qədrini bilin, qədrini bilin. Bir də mənim heç xoşuma Ben gəlmədi Neriman'ın Murad bəy. çocuklarının elinden aldıklarına inanmıyorum çünkü Dünənki zaten. sizin davranışınız heç düzgün değildi. Siz
yoldaşınızı verdiniz ananızın ayağına. Bu çox aşağı bir hərəkət idi. Heç kişiyə yaraşan hərəkət değildi. Mən gözləyərdim ki, xeyr, mən gözləyirdim ki, siz ananıza deyəsiniz ki, ananın öz yeri var oğlun həyatında. Həyat yoldaşının öz yeri var. Onları nə qarşı-qarşıya qoymaq kişiyə yaraşan hərəkət deyil, nə də onları Yani Murat müqayisə eləmək söylüyor kişiyə ki yaraşan hərəkət dün deyil. ben baktım efirde sana, sen hayat yoldaşını, karını annenin ayakları altına attın. Yani Nahide'ni annenin ayakları altına attın. Bala neynəsin? Nahidə bunu qoyub qaçıb da. Necə tərəfini tutsun Nahidəni? Nahidə yer qoyub Anası şart koydu karşısına, ya ben ya Nahide. Heç Ana bir- niye o şartı koymalıdı sevdiği kadın için? Normal ailələrdə heç bir zaman ana Anneme o şərti ettiği tehdit qoymaz. yeterli cevap mı? Anneme ettiği tehdit yeterli cevap mı? Anne nedir? Mikrofon verin bana. Necə? Kızım ayıl. Anasını təhdid edib deyir. Ve bunu kanıtlarsam Kim Mənə təhdid başqa edir? mikrofon getirin. Nahidə sizi, annemi Bana başka mikrofon tehdit verin. ettiğini kanıtlarsam mənə baxın, heç kişiyə yaraşmaz ki, qadınların söhbətinin arasına girsin. İnanın mənə. Ben bu Gəlin yüzden qaynana annemle onun söhbətinə arasında kişini ağzı bile müdaxilə açmadım. eləməyi o kişiyə hörmət gətirməz. Hayır, O kişini hörmətdən salan Çox bir gözəl hərəkətdir. deyirsiniz. Mən Çox sizlə səhv razıyam. hərəkət. Amma söhbət Nahidədən gedir də. Axı Nahide'ye ne oldu be? Ay bacı. Qolun Hardan ağzına bildiniz? yumruq vurub ağzının üstünə. Hardan bildin? Özü deyir də, adam özü deyir, o da Necə? deyir deyir. Ay Zülfiyə xanım, Eləmişəm dedi də, deyir ki, Axı niye onun boynuna dedim ki o koyursunuz? yumruğu necə vurdun? Dedi əllərində sumka var da. Naide Bir söndürmedim. saniye. Xahiş ederim sakitlik. Buyurun. Murat sual verir Murat Naide. sana. Söndürmedim, söndürmedim. Kolda sadece olay biraz Aldın mı kıskanmıştı. cevabını? Biraz kıskanmıştı. Ve benim kanıtlarım da var. Güvenlik kamerası kayıtları var. Sesli. Sen de maşallah bu kayıtları toplamışsın ha Alakası yok. Murat. Ben de seherden Alakası sana... yok. Onun İş yerimde biznesine bakın. yaşanan bir olay. İş yerinde yaşayacağım. Burası nasıl kayıt altında? Benim iş yeri de kayıt altında. Bunu iş yerinde mi yaptı? Evet. Ya Naide doğru mu? Biraz yaptı. Ama Birazı sigaretin Biraz birazı ya. böyle küçüğü yoktu. biri var ki bir damca var böyle de. Biraz Xeyr, Ha. var böyle. Gel buraya yanıma. Hey. Mikrofonu da koyura sende mikrofon var. xeyr, xoş gedəm xanım. Gel. Kuladı. Bir saniye xahiş edirəm. Murat sen de gel bura. Var böyle. Var biraz. Belə şeyler eləmə, zərərdir. Zərərdir. Birinci sigaret çəkməyin özü zərərdir. İkincisi de bu vərdişin. Yandırmaq Qısqanclıq həqiqətən insanı dəli eləyirmiş. Mən səndə gördüm bunu. Murat sen məndən nə xahiş eləmişdin? Mikrofonu yaxın tut. Diş için. Diş için. Evet. Bu da sənə diş doktorumuz. Rəşid doktor. Salamlayıram. Merhaba. Ah. Ay. Ne dedin? Bir alkışlar gelsin Reşit Nəbimə. Teşekkür ederim. Çok sağ ol. Minnətdarım. Ama beyaz istərdin. Ne istersen? Ağappaq istəyirəm. Ağappaq istəyir. Ağappaq istəyirəm. Çünki belə olanda hər kəs mənə gülür. Ha, belə dişi olanda herkes Hər gülür. kəs Aha. mənə gülür. Aha. Deməli Rəşid doktor. Bizim değerli stomatologumuz, doktorumuz Rəşid doktoru gəlin bir salamlayaq. Teşekkür ederim efirimizə qoşulduğunuz üçün. Minnətdaram. Hamınıza təşəkkür edirəm. Səsimizə yanımda səs olduğunuz üçün. verdiyiniz üçün. Televiziyada Sizin başqa kimi belə peşəkar, görüntü başqa, valla. Belə Bu uzman mənim bir bir xəyalım. doktorla əməkdaşlıq edəcəyim üçün, bir insanı dəyişəcəyim üçün çox şadam. Bir daha sizə minnətdarlığımı bildirirəm və Nahidəni istəyirəm sabah yanınıza göndərəm. Ben de size teşekkür ederim. Öz növbəmdə gözləyirəm sizi. Gəlsinlər, müayinə edək, dəyərləndirək, lazımı estetik və funksional işləri görək. Nahidə nə demək istəyirsən doktora? Təşəkkürümü bildirirəm. Minnətdaram. Buyurun. Allah ananıza ömür versin ki, sizin kimi belə övlad dünyaya gətirib, belə oğul dünyaya gətirib. Ananızın Çox sağ olun. əllərindən öpürəm. Çox sağ olun. Siz də Ananız sağ olun. həyatdadır mı Rəşid bəy? Bəli, bəli. Hə. Allah can sağlığı versin. Amin Allah'tan. Sağ olun, bütün Belə valideynlərim. oğul dünyaya gətirib. Sifarişini də verdi, ağ dişlər oldu. Ağ dişlər. Bu da Murat'tır. Yapmayın hocam. Siz dişlerin Boş ver. normal olması gereken neyse onu yaparsınız. Ne dediniz?
olması gereken her neyse en doğrusu onu yaparsınız. Rəşid doktor, bu da paradan Güzel, korkur ha. yaparız. Deyir ki birden para çok olar. Ona göre de. Türkiye'de şu anda yaptırıyorum dişlerimi zaten. Yapılıyor protez olarak. Aha. Yani korkursan ki paranı çok mu ister Rəşid doktor? Mən bütün xəyallarımı keçirdim. Onun Hipokrat yemini vardır. Yapmaz öyle şeyler. Aa, bravo. Teşekkür ederim doktorumuza. Sabah Nahidə gedəcək və qısa bir aradan sonra devam edəcəyik dostlar. Analizlərin cavabı nədir? Həqiqətən də Nailə xanımın dediyi kimi Nahidə narkotik istifadəçisidirmi? Dünən Apro Hospitalın mütəxəssisləri buradaydı və nələr oldu? Qısa bir ara.